Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Zaur Rəxşan. Son günləri çox ağır idi. Özü hazır idi. Biz hazır dördük. Hətta vəsiyyətlərini belə eləyirdi. Hamısını yerdi yerində. Özü götür qoy eləmişdi, bilirdi. Mübarizə aparırdı, təslim olmurdu. Amma hazır idi. Əslində o hər günü hazır idi. Ta əvvəlindən. Mən onun yanında böyümüşəm demək olar. Onun əlində böyümüşəm, evində böyümüşəm. Mənə demək olar ki, qardaşımı itirdim. Ustaddan çox qardaşımı itirdim. Ağırdı, çox ağırdı. Ədəbiyyat üçün böyük itkidir. Azərbaycan ədəbiyyatı deyək ki, yetim qaldı. Canı, ürəyi ancaq elə ədəbiyyatla əlaqədar idi. Hətta son dəfə ölümündən 3 gün qabaq mənə zəng eləyəndə əsas şey dedi ki, ədəbiyyatdan müğayət ol. Bir dənə onu dedi. Çox sözlü, amma əsas onu neçə dəfə vurğuladı ki, ədəbiyyatdan müğayət ol, qoruyun. Sizə necə təhvil vermişəm, elə də davam edin. Allah xalqımıza səbir versin. Bütün Azərbaycan xalqına başsağlıq diləyirəm Allahdan. Arif Buzovnalı xalqın şairi idi. Təkcə Buzovna kəndinə məxsus deyildi və xüsusi olaraq Buzovna kəndinin sakinlərinə başsağlıq diləyirəm. Arif Buzovnalının qələm yoldaşlarına Allahdan səbir diləyirəm. Arif Buzovnalı bu xalqı sevən, bu xalqın yolunda qələmini işə salan bir şair idi və xalqın bütün milli və mənəvi dəyərlərini öz əsərlərində canlandıran bir şair idi. Başımız sağ olsun, Allah ruhunu şad eləsin. Hacı Arifin vəfatı ədəbi mühit üçün çox ağır bir itkidir. Nəinki ədəbi mühit üçün, Bakı və Abşeron üçün çox böyük, ağır bir itkidir, hamımız üçün. Allah onu rəhmət eləsin. Bu gənc yaşında bir iz qoyub getdi. Böyük söz aləmini. Mən deyərdim ki, deyirlər insan özü ilə o biri aləmə, o dünyaya nəsə aparmır kəfəndən başqa, amma yox, söz aparır. İnsan özü ilə kəfəndən başqa o dünyaya xeyir əməllər qoyub gedir, o məlumdur, amma söz aparır özü ilə. Arif də həmin o söz aparanlardan biri idi. Ruhu şad olsun, məkanı cənnət olsun, böyük itkidir. Bütün ədəbi aləmin, xiridalların başı sağ olsun, Abşeron Bakı cəmaatının başı sağ olsun. Allah rəhmət eləsin.